Sual 1. Üçbucağın daxilinə çəkilmiş çevrənin mərkəzi haradır? Bu sualı mən sizə üçbucaqlarda da izah eləmişəm uşaqlar. Deməli, harada olurdu? Tənbölənlərin kəsişmə nöqtəsində. Deməli, daxilə çəkilmiş çevrənin mərkəzi haradaymış? Tənbölənlərin kəsişmə nöqtəsində. Sual 2. Tərəfləri A, B və C olan üçbucağın daxilinə çəkilmiş çevrənin radius düsturu necə tapılır? Düsturumuz budur uşaqlar. Kiçik yer bərabərdir 2S bölünsün. A üstəgəl, B üstəgəl, C. Və buradakı S-i necə tapacaqsınız? Bu düsturun adını məncə hamı bilir. Nə idi? Heron düsturu. Heron düsturuna görə ilk öncə nəyi tapmalısınız? Yarım perimetri. Gəl. Yarım perimetri tapandan sonra bax bu düsturda yerinə qoyacaqsınız. İstəyirəm bir dənə misal həll eləyək. Məsələn, tərəfləri olsun 5, 6, bir dənə 7. İndi kiçik yeri tapmaq üçün nə iş görməliyəm? İlk öncə nə tapılmalıdır? Yarım perimetr. Yarım perimetr bərabərdir 5 üstəgəl 6 üstəgəl 7 böl 2-dən nə tapdım? 9. Sonra bu düsturda S bərabərdir 9 vurulsun. 9-dan 5 çıxanda 4, 6 çıxanda 3, 7 çıxanda 2. 9-u 4-ə vurdum, 36. Bundan çıxdı 6, kökdə 6. Daha sonra düstur yazıram. Düstur nə idi kiçik yer düsturu? 2S bölünsün. A üstəgəl, B üstəgəl, C. 2S, yəni 2 vurulsun. S'imiz tapmışam axı. 6, kökdə 6. Bölünsün A üstəgəl, B üstəgəl, C, yəni 18. 6, 18-i götürdü. Nə qaldı burada? 3. Demək ki, cavabımız 2 kökdə 6 bölünsün 3 imiş. Çətindirmi? Düsturu biləndən sonra valla çox rahatdır. Sadəcə gətirib yerinə qoymalısınız. Bu əgər aydın oldusa, davam eləyək. Sual 3. Deyir, üçbucağın xaricinə çəkilmiş çevrənin mərkəzi haradadır? Xaricə çəkilmiş çevrənin mərkəzi tərəflərin ortalarından qaldırılmış perpendikulyarların kəsişmə nöqtəsidir. Uşaqlar, bura mərkəzdirsə, bu mərkəzi nəyinin demişəm həmişə? Bu tərəf çevrədə nəyə oxşuyur? Çevrənin nəyinə oxşuyur tərəf? Xeyr, vətərinə. Vətərin uclarını həmişə nə məsləhət görürdüm? Uclarla birləşdirin. Onda bura nə olar? R. Nəticədə bu aşağıda yaranan üçbucaq necə üçbucaq oldu? Bərabər yanlı. Bərabər yanlı üçbucaqda çəkdiyimiz bu hündürlük həm median, həm də tənbölən olurdu. Eyni ilə bunun yuxarısına çəkmiş olsanız, bu da yenə radiusdur. Onda bu da yenə çəkiləcək tərəfin ortasına. Bu da çəkiləcək yenə tərəfin ortasına. Başa düşdünüz? İndi toparlamış olsam, nə öyrətməyə çalışırdım sizə? Öyrətməyə çalışırdım ki, üçbucağın xaricinə çevrə çəkmişiksə, bu çevrənin mərkəzi haradadır? Tərəflərin ortalarından qaldırılmış perpendikulyarların kəsişmə nöqtəsidir. Yaxşımı? Testlərdə lazım olacaq. İndi uşaqlar, tərəflər əgər bəllidirsə, xaricə çəkilmiş çevrənin radiusu hansı düsturla tapılar? Düsturumuz, bu da bax budur. ABC bölünsün 4S. Yenə buradakı S-i bayaqlar həll elədiyim kimi nə ilə tapacaqsınız? Heronla. Başa düşdüyümü? Yəni düsturu əzbərə bilməlisiniz. Davam edirik. Sual 5. Tərəfi A və bu tərəf qarşısındakı bucağı alfa. Baxın, A-dır, qarşısındakı bucağı nədir? Alfadır. Bu zaman xaricə çəkilmiş çevrənin radiusu sinuslar teoreminin nəticəsinə görə tapılacaq. Normal sinuslar teoremini xatırladım mənə. Necə idi? Aha. A bölünsün sinus alfa bərabər idi B bölünsün sinus beta, C bölünsün sinus gamma. Ən sonda da bərabərdir 2R yazırdıq. İndi fərz eləyin ki, bunun birincisindən sonuncusunu bərabərləşdirmişsiniz. Yəni, A bölünsün sinus alfa nəyə bərabər olub? 2R-ə. İndi istəyirəm ki, R buradan tək qalsın. Onda bu ikini nə etməlisiniz? Məxrəcə vurmalısınız. Yəni, R-miz nəyə bərabər oldu? A bölünsün 2 sinus alfa. Çatdı? Məsəl üçün, buna aid bir dənə test yazsaq.
Tutaq ki, bu tərəfi veribdir 12. Bu bucaqda neçə versin? 45 dərəcə. Xarici çəkimi çevirənin radiusunu istəyir. Düsturumuz nədir? Düsturumuza görə nə yazacağım aşağılar? 12 bölünsün sinus 45 bərabərdir nəyə? 2 yerə. İndi sinus 45-in qiymətini bilirik. Köşdə 2 böl 2. 12 bölünsün köşdə 2 bölə 2 bərabər oldu 2 yer. Bu 2 yerin məxrəcində 1 var. Çarpaz vursaq bu 2 ilə bu 2 gedəcəkmi? Onda r köşdə 2 bərabər oldu 12-yə. R'in özü nəyə bərabər oldu? 12 bölünsün köşdə 2. Yuxarı aşağısını qoşmasına vurun. Yekun cavab 6 köşdə 2. Başa düşdünüz necə istifadə edəcəksiniz? Bu 70 dənə sualın, önce 5-ini çıxmışıq, 65 dənə sualın, demək olar ki, bir 10 dənəsi sırf bu düsturlandır. Ən azı 10 dənəsi. Bu düsturu çox yaxşı bilməlisiniz. Aydın oldu mu? Növbəti gəlir. Tərəfi A olan bərabər tərəfli üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu. Kiçik yer düsturu budur uşaqlar. A köşdə 3 bölünsün nə? 6. Və yaxud bəzi kitablar bunu A bölünsün 2 köşdə 3 şəklində də yazır. Əslində bu A böl 2 köşdə 3-ü bu formaya gətirmək olarmı? Necə gətirmək olar sizcə? Məxrəci bir də sürəti köşdə 3-ə vurun. Köşdə 3-ə vursaq, bax buranın köşdə 3-ə vursam, məxrəc olur 6, yuxarıda da köşdə 3. Yəni A köşdə 3 bölünsün 6. Eyni düsturdur. Yadda qalarmı? Sonra xaricə çəkilmiş, bərabər tərəfli üçbucaqda xaricə çəkilmiş çevrənin radiusu. Böyük yer bərabərdir nəyə? A köşdə 3 bölünsün 3-ə. Bəzən də A bölünsün köşdə 3 deyəcəksiniz. Uşaqlar, bunların istəyirəm ki, səbəbini göstərim sizə. Baxın, bərabər tərəfli üçbucaqda bu çəkdiyimiz hündürlük, median, tənbölən hamısı eyni idi də, xatırlayırsınızsa. Və daxilə çəkilmiş, xaricə çəkilmiş çevrənin mərkəzi elə medianların kəsişmə nöqtəsindədir. İndi mərkəzdən tərəfə qədər olan həmişə kiçik yer verir. Mərkəzdən təpəyə qədər olan isə nəyi verir bizə? Böyük yeri. Bəs öz hündürlük düsturu necə idi? Bərabər tərəfli üçbucaqda hündürlük düsturu. Bəli, A köşdə 3 bölünsün 2 bərabərdir. Burada 2-nin 1-ə nisbətində bölünübsə, onda bu böyük yer 2 dənə kiçik yerə bərabərdir də. Salam, gəl. 2 dənə kiçik yer, bir dənə də burada kiçik yer. Nə oldu onda? 3 dənə kiçik yer. İndi mənim əgər kiçik yerə ehtiyacım varsa, bu üçü nə edərəm? Məxrəcə vuraram. Məxrəc nə oldu? 6. Yuxarısı da A köşdə 3. Başa düşdünüzmü indi bu düstur hardan gəlirmiş? A köşdə 3 bölünsün 6. İndi bu məntiqlə böyük yer nəyə bərabər olar? Böyük yerimiz 2 dənə kiçik yer deyilmi aşağılar? Kiçik yerin yerinə gətir düsturunu qoy. 2 vurulsun. A köşdə 3 böl 6. Bu 2 ilə bu 6 gedəcək. Nə qaldı burada? 3. Demək ki, böyük yerimiz nəyə bərabər imiş? A köşdə 3 bölə 3-ə. Çətin bir şey varmı? Dəqiq başa düşdünüz? Yenə də bu videonu izləyərsiniz aşağılar. Yaxşımı? Təkrar qulaq asın. Problemimiz olmayacaq. Düzbucaqlı üçbucaqda kiçik yer düsturu nəyə bərabərdir? A üstəgəl B çıx C bölünsün 2. İndi düsturu incələmiş olsaq, nə iş gördüm aşağılar? Gəl. Katetləri topladım. Fetonuzu çıxdım, böldüm 2-yə. Katetləri topladım. Fetonuzu çıxdım, böldüm 2-yə. Sual yazmış olsa, katetlər tutaq ki 5 ilə 12-dir. Fetonuz neçə olar onda? 5, 12, 13. Onda kiçik yer bərabərdir. Katetləri topla, 5 üstəgəl 12. Fetonuzu çıx, böl 2-yə. Nə verdi? Cavab oldu 2. İndi hər dəfə belə bəxtimiz gətirəcəkmi? Təbii ki, xeyr. Alışmışıq buna. Bəzən əziyyət də çəkmək lazımdır. Məsələn, bir dənə sual yazaq. Bu bucaq olsun 60, bura olsun 12
və bizdən kiçik yeri soruşur. Nə iş görəcəyik? Deməli, 60-ın qarşısı 12-dirsə, bunun burasına 30 qalır axı. 60-ın qarşısı 12 olanda 30-un qarşısı olurdu 12 bölünsün kökdə 3. 12-ni kökdə 3-ə böləndə yuxarısına aşağısını kökdə 3-ə vurun. Olacaq 4 kökdə 3. İndi 30-un qarşısı 4 kökdə 3-dürsə, 90-ın qarşısı 2 mislidir. Yəni 8 kökdə 3. İndi nə iş görək? Düsturda kiçik yer bərabər idi. Katetlər topla dedim. Yəni 4 kökdə 3-ün üstünə 12 gəl. Çıx hipotenuzu kökdə 3-ü, 8 kökdə 3-ü böl 2-yə. Yuxarısı nə verdi? 12 çıxılsın 4 kökdə 3 böl 2. Uşaqlar bunu da 2 kəsrə bölməyi bacarırıq məncə. 2 kəsrə necə bölün? 12 böl 2 6 çıxılsın 4 kökdə 3 böl 2. Bu da 2 kökdə 3. Cavab ya bu olacaq ya da uzaq başı 2-ni çıxardar mötərizə xaricinə. Bax bu formada saxlayar. Aydındır? Bax bir düstur yazdıq, ona 2 dənə nümunə işlədik. Testlərdə bu formada istifadə olunur. Çatdı mı? Tamam. Növbəti görün nə gəlir? Düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevrənin mərkəzi. Uşaqlar, xaricə çəkilmiş çevrənin mərkəzi hipotenuzun tən ortasındadır. Hipotenuzun tən ortasındadırsa, hipotenuz bu çevrənin nəyi oldu? Diametri. Yazıram, hipotenuz bərabərdir diametr. Diametrdə nədir? 2 dənə böyük yer. Onda buradan bu böyük yeri tapsaq, düsturumuz olacaq S bölünsün 2. Yəni, xaricə çəkilmiş çevrənin radiusu nəyə bərabər imiş? Düzbucaqlı üçbucaqda? Hipotenuzun yarısı. Aydındır? İndi testlərdə sizə böyük ehtimal ki, məsəl üçün, bayaq danışdığım kimi, buranı 30 verib, buranı 6 veribdirsə, 30-un qarşısı 6-dırsa, 90-ın qarşısı neçə olar? 12. Bura bütöv 12-dirsə, onda bu radiuslara 6 düşəcək. Yaxşı? Qaydasını bilirsinizsə, düsturunu bilirsinizsə, problemimiz olmayacaq. İndi uşaqlar, bura çatandan sonra gəlin bir dənə sonda toparlama eləyək. Nə öyrəndik? Birinci, ixtiyari üçbucaqda. İxtiyari üçbucaqda kiçik yer nə oldu, böyük yer nə oldu? Kiçik yer nə oldu? Qalmadı yadınızda. 2S bölünsün. A üstə gəl, B üstə gəl, S. Böyük yer nəyə bərabər oldu? ABS bölünsün, 4S. Həm ixtiyari üçbucaqda, həm də bərabər yanlı üçbucaqda. Sonra uşaqlar, sizlə bərabər tərəfli üçbucağı öyrəndik. Hətta o düsturan isbatını da verdim. Bərabər tərəfli üçbucaqda kiçik yer nəyə bərabər oldu? Aha. Bəli. A kökdə 3 bölünsün 6. Böyük yerdə oldu bunun 2 qatı. Bunun 2 qatı, yəni A kökdə 3 bölünsün 3. Sonra nə öyrəndik? Ən son 2 dənə də düstur öyrəndik. Düzbucaqlı üçbucaqda kiçik yer nəyə bərabər oldu? 2 də nümunə işlədim bundan. A plus B çıx C bölünsün 2. Böyük yer nəyə bərabər oldu? Hipotenuzun yarısı. Və çox önəmli, dedim ki, buna aid bir 10-15 dənə sual var. O sinuslar teriminin nəticəsi. Aha. A bölünsün sinus alfa bərabər oldu 2 yerə. Yəni, çalışın həmişə bunu yazasınız. Nəyə görə? Çünki bu ikini bəzən uşaqlar qarışdırır. Bilmir yuxarı yazsın, bilmir aşağı yazsın. Çünki bizim alışdığımız forma budur da. Birinci bunu yazın. Ondan sonra başlayın buradan eri tapmağa. Problemimiz olacaqmı? Dərsin qayda hissəsi bu qədərdir uşaqlar. 4-cü bölmənin. İndi gəlin. Öyrənək dördbucaqlıları. Baxaq bura. Bir, çevrə daxilinə ixtiyari çəkilmiş, ixtiyari dördbucaqlı üçün hansı şərt ödənməlidir? Baxın, bir dənə çevrədir. Çevrənin daxilinə dördbucaqlı çəkmiş isə, bu dördbucaqlının qarşı bucaqların cəmi 180 olmalıdır ki, bu çevrəni çəkmək olsun. Bunu da siz bu formada başa düşün uşaqlar. Niyə 180 olmalıdır? Baxın,
Bura alfa olanda, bax bu qövs nə qədər olur? 2 alfa. Süpersiz. Bura beta olanda, bunun bu tamamlayan qövsü nə qədər olur? 2 beta. İndi 2 alfa ilə 2 beta bütöv çevrəni bürüdü də. Demək ki, toplamı 360-dır. 2 beta bərabərdir 360. Hamısını da 2-yə bölsəm, alfa üstəgəl beta neçə oldu? Başa düşdünüzmü indi hardan gəlirmiş? Çalışın ki, bu formada öyrənəsiniz. İndi istəyirsinizsə digərlərini də izah edeyim sizə. İndi necə deyəcəm sizə? Bura fidirsə, bu hərfin adına fi deyirlər. Bura fidirsə, qarşı qövsü nə qədər olacaq? 2 fi. Bura qammadırsa, qarşı qövsü 2 qamma. 2 qamma ilə 2 fi bütöv çevrəni bürüdü. Toplamı 360. Hər birində tək-tək 2-yə bölün. Demək ki, cəmi fi üstəgəl qamma cəmi nəyə bərabər oldu? 180. İndi uşaqlar, alfa üstəgəl beta da 180-dir, fi üstəgəl qamma da 180-dir. Onda deyə bilərəmmi ki, alfa üstəgəl beta cəmi fi üstəgəlinsin qamma cəminə bərabərdir. Başa düşə bildik? İndi nə öyrəndik uşaqlar? Qarşı bucaqların cəmi bir-birinə bərabər olmalıdır ki, dördbucaqlıda xaricinə çevrə çəkmək mümkün olsun. Məsələn, götürək bir dənə rombu. Rombda qarşı bucaqların cəmi 180-dirmi? Xeyr, qarşı bucaqlar bir-birinə bərabər idi, amma cəm 180 deyil. Demək ki, rombun xaricinə çevrə çəkmək olmaz. Məsəl üçün, paralelogramı götürək. Paralelogramda da qarşı bucaqların cəmi 180-dirmi? Xeyr, demək ki, paralelogramın da xaricinə çevrə çəkmək olmaz. Sonra, məsəl üçün, düz bucaqlı götürək. Düz bucaqlı da bu lövhə oxşayırmı düz bucaqlıya? Uşaqlar, buradakı bu bucaqla o aşağıdakı bucaq 290-dır. Cəmi nə qədər eləyir? 180. Demək ki, xaricinə çevrə çəkmək olar. Kvadrat götürsəm, kvadrat da olar. Trapesiya götürsəm, yalnız bircə dənəsinə olar uşaqlar. O da bərabər yanlıda. Yalnız bərabər yanlı trapesiyada, bu bucaqla bu bucaq toplamı 180-dir. O birisi trapesiyaların heç birində 180 deyil. Demək ki, trapesiyalardan, Oqtay Bəhman, qulaq asmırsınız mənə. Valla çox önəmli şeylər danışıram. Demək ki, trapesiyalardan yalnız və yalnız bərabər yanlı trapesiyanın xaricinə çevrə çəkmək olur. Qalanlarının isə olmaz. Bax. Aydındır. Gəldi buralara birləşdi. Düzgün gələcək, narahat olma. Problem yoxdur. Öyrəndik aşağılar. Nə öyrəndik? Bir dənə Süleyman desin, görüm nə öyrəndi. Aha. Qarşı bucaqların cəmi 180 olmalıdır ki, bunun xaricinə çevrə çəkmək mümkün olsun. Aydın oldu mu? İndi ikinci qaydamıza baxaq. Çevrə xaricinə çəkilmiş ixtiyari dördbucaqlı üçün hansı şərt ödənir? İndi çevrədir, xaricinə ixtiyari dördbucaqlı çəkmişəm. Hansı halda bunu çəkmək olar? Qarşı tərəflərin cəmləri əgər bir-birinə bərabərdirsə. İstəyirsinizsə bunun da səbəbini deyim. Deyim mi aşağılar? Elə maraqlı olur, yoxsa beyniniz qarışır? Gəlin deyim. Baxın, belə bir qaydamız var idi. Bir nöqtədən çevrəyə neçə dənə toxunun çəkmək olur? 2 dənə. Və bu məsafələr bir-birlərinə bərabər idi. İndi uşaqlar, buradan bura x-dirsə, bütövi a-dır. Onda bu yuxarı hissəyə qalanı nə qədər oldu? A çıx x. Onda buradan bura qədər olan məsafədə yazıram a çıxılsın x. Problemimiz varmı? Hələ ki yox. Sonra buradan bura qədər məsafə d-dir. Əgər bura x yazmışamsa, onda bu hissəyə qalan
D çıxılsın x. Buradan bura D çıx x-dirsə, buradan bura qədər olan da D çıxılsın x-dir. Çatırmı? İndi uşaqlar, bunun ümumisi B idi. Düzdürmü? Bunun ümumisi B-dir. B-nin D çıx x aşağıdadırsa, onda bu hissəyə nə qədər qalar? B-dən çıxmalısınız D çıx x-i. Onda D plus x olacaq. Həmçinin bunun hamısı nə idi? C-dir. Bura mən açıq x yazmışamsa, onda bu hissəyə nə qədər qalar? C çıxılsın A plus x. Bu ikisi də bir-birinə bərabərdirlər axı. Demək ki, C çıx A üstəgəl x bərabər olmalıdır uşaqlar. Nəyə? B çıx D üstəgəlsin x-ə. Buradan da bu x-lər getsin. Mənfi A-nı sağa, mənfi D-ni də sola keçirsək, nəticədə nə tapdıq? C üstəgəl D, sən demə nəyə bərabər imiş? A üstəgəl B-yə. İndi nəyi öyrədirdim sizə? Sözümün canı nə idi? Nə çatdırmağa çalışırdım? Bir çevrənin xaricinə dördbucaqlı çəkiriksə, mütləq o dördbucaqlının qarşı tərəflərinin cəmləri bir-birinə bərabər olmalıdır. Və isbatını da göstərdim niyə? Aydındır? Tamam. Əgər bunları dərk elədirsə, bundan sonrakılar çox rahat olacaq. Çətini, bax, burada 63 dənə test var. Hamısı demək olar ki, bu iki qaydanın əsasında qurulub. Hər dəfəsində bunları yoxlamalısınız. Parallelogram. Nə daxilinə, nə xaricinə çevrə çəkmək olmaz. Sizcə niyə? Həm qarşı bucaqların cəmi 180 deyil. Demək ki, xaricinə çevrə çəkmək olmur. Həm də qarşı tərəflərin cəmi bərabər deyil. Demək ki, daxilinə də çevrə çəkmək olmur. Növbəti şəkilimiz düz bucaqlı. Uşaqlar, düz bucaqlının daxilinə çevrə çəkmək olarmı? Daxilinə. Daxilinə olmaz. Bir də bu qeyd hissəsini oxuyun. Düz bucaqlının daxilinə çevrə çəkmək mümkün deyil. Çünki qarşı tərəflərin cəmi bərabər deyil. Tam səbəbindən də yazmışam ora. Amma xaricinə çevrə çəkmək olar. Əgər xaricinə çevrə çəkmişiksə, onda bunun radiusu nəyə bərabər olacaq? Diaqonalının yarısı. Sonra davam edirik. Rombun. Rombun daxilinə yoxsa xaricinə? Daxilinə çevrə çəkmək olar. Xaricinə çəkmək olmaz. Xaricinə niyə çevrə çəkmək olmaz? Çünki qarşı bucaqların cəmi 180 deyil. Daxilinə çəkilmişi də nəyə bərabərdir? Hündürlüyünün yarısına. Dördbucaqlar mövzusunu keçəndə rombun 2 dənə hündürlük düsturunu yazdım sizə. Biri nə idi uşaqlar? Biri h bərabər idi. A vurulsun sinus alfa. Tamam mı? İndi siz bunu 2-yə bölsəz radiusu tapacaqsınız. Biri də diaqonallar veriləndə yazılan düsturuydu. D1, D2 bölünsün kökdə. D1 kvadrat üstə gəlsin. D2 kvadrat. Aydın oldu mu? Tamam. Növbəti kvadratın həm daxilinə, həm də xaricinə çevrə çəkmək olar. Uşaqlar, kvadratın daxilinə çevrə çəkmişiksə, radiusu tərəfinin yarısına bərabərdir. Kvadratın xaricinə çevrə çəkmişiksə, onda radius diaqonalının yarısıdır. Kvadratda diaqonal düsturu necə idi? Bilirsiniz. A kökdə 2 bölünsün 2. Biz dördbucaqlının qayda imtahanını eləmişəm də sizlə. Dördbucağını yazmışdınız? Hə, eləmişdik. Gələn dərsdə çevrəni eləyəcək uşaqlar. Trapesiya. Trapesiyanın əgər daxilinə çevrə çəkə bilmişiksə, demək ki, hansı şərt ödənməlidir? Qarşı tərəflərin cəmləri mütləq bərabər olmalıdır. Bu halda həmin çevrənin radiusu nəyə bərabər olar? Hündürlüyünün yarısı. Bilirsiniz, trapesiyanın hündürlüyü üçün xüsusi bir düstur yox idi. Yalnız necə tapırdıq? Nəyin hesabına tapırdıq? 2 dənə hündürlük çəkirdik. Pifaqorlarla nəsə eyniləşdirib tapmağa çalışırdıq. Siz də belə eləyəcəksiniz ev tapşırığını. Sonra bərabəryanlı trapesiyanın daxilinə çevrə çəkilibsə,
İndi bərabəryanlı trapesiyanın daxilinə çevrə çəkilibsə, hansı şərt ödənməlidir demişdim. Qarşı tərəflərin cəmi, yəni A üstəgəl B, oturacaqlarının cəmi, yan tərəflərin cəminə, yəni 2S-yə bərabər olmalıdır. İndi buradan S-ni tapın. S bərabər nə yazacağım? A üstəgələk B bölünsün 2. A üstəgəl B bölü 2-də bizə bu trapesiyanın nəyini verir aşağılar? Orta xəttini. Orta xətti də nəyinə işarələyirdik? M-lə. Demək ki, bərabəryanlı trapesiyanın daxilinə çevrə çəkilibdirsə, bunun yan tərəfi nəyə bərabər imiş? Orta xəttinə. Bu qaydanı məncə başa düşdük. İndi perimetri yan tərəfin 4 mislinə bərabərdir. Bunu da göstərəcəm. Perimetr nədir? Bu trapesiyanın perimetri necə tapılsın? Bütün tərəflərinin nə idi? Cəmi. A üstəgəl B-nin yerinə mən bu 2S-ni qoysam, 2S ilə 2S nəticədə mənə verdi 4S-ni. Demək ki, perimetr həqiqətən də nəyə bərabər imiş? 4 dənə S-yə. 4 vurulsun yan tərəf. İndi yan tərəf də orta xəttə bərabərdirsə, onda perimetr həm də nəyə bərabərdir deyə bilərəm? 4 demə. Yəni 4 vurulsun orta xətt. Yaxşımı? Tamam. Sonra hündürlüyü tapmaq üçün bu düstur əslində bizə tanış gəlir, belə şirin gəlir baxanda. Niyə şirin gəlir? Nəyi xatırladır? Evkliddə 5 dənə düsturun birincisi var idi ha. H kvadrat bərabərdir M-in. Həmin onu xatırladan düsturdur. H kvadrat bərabərdir. Nə deyəcəksiniz? A vurulsun B. Daxilinə çevrə çəkilibsə, oturacaqların hasili hündürlüyün kvadratına bərabərdir. Buradan da hündürlüyün özünü tapsaq, cavab olacaq kök altında AB. H bərabərdir kökdə AB. Bəs yaxşı, daxilinə çəkilən çevrənin radiusu nəyə bərabər olar? Ümumiyyətlə, bütün trapesiyalarda daxilə çəkilmiş çevrənin radiusu hündürlüyünün nəyidir? Yarısıdır. Əgər hündürlüyü kök altında AB düsturu ilə tapılırsa, onda radiusu nəyə bərabər olar? Kök altında AB bölünsün 2. Yaxşımı? Yaxşı, müəllim. Sonra bu qeydə baxın. Bu qeyd haqqında danışdım hissəsində. Nə danışdım aşağılar? Trapesiyaların içərisində yalnız bərabəryanlı trapesiyanın xaricinə çevrə çəkmək olur. Səbəbini də dedim sizə. Nə dedim səbəbini? Tərəf yox. Tərəf yox. Qarşı bucaqların cəmi 180-dir deyə xaricinə çevrə çəkmək mümkün oldu. Sonra düzbucaqlı trapesiyanın daxilinə çevrə çəkilibdirsə, yenə hansı şərt ödənməlidir? Bayaq danışdıq. Buna adətən H deyirdik düzbucaqlı trapesiyada. Burada S deyirdik. İndi hansı şərt ödənməlidir dedim? A üstəgəl B bərabərdir H üstəgəl S. Qarşı tərəfin cəmləri bərabər olmalıdır. O zaman radiusu tapmaq üçün AB bölünsün A üstəgəl B düsturundan istifadə olunur. Yəni elə bil ki, tutaq ki, buranı 4 verib, buranı da 12 verib. Biri 4-dür, biri 12-dir. Bu halda radius bərabər nə yazacaqsınız? 4 vur 12 bölünsün 4 üstəgələk 12. 48 bölünsün 16. Bu da bizə nəyi verdi? 2. Siz Allah başa düşürsünüz. Bax, ant verirəm inşallah. Düsturları çalışın ki, əzbərləyəsiz. Bir də bir çoxsuna səbəb göstərirəm, o səbəblərini də öyrənin. İndi gəldik düzgün en bucaqlıya. Düzgün en bucaqlı nəyə deyilirdi ki? Nə idi düzgün en bucaqlı? Bütün tərəfləri və bütün bucaqları bir-birinə bərabər olan çoxbucaqlara nə deyirlər? Düzgün çoxbucaqlı və düzgün en bucaqlı. İndi bu şəklə görə A bəndinə baxın. Düzgün en bucaqlının mərkəzindən təpəyə qədər olan məsafə. O cümləni əslində bayaqlarda işlətdim sizə. Şuralar mərkəzdən təpəyə qədər olan məsafə həmişə bizə nəyi verəcək? Eri. Hansı eri? Böyük eri. Mərkəzdən tərəfə qədər, B bəndinə baxın. Mərkəzindən tərəfə qədər olan məsafə bizə nəyi verəcək? Kiçik eri.
İndi fikir verin. Böyük yerlər var, bir dənə də kiçik yer var. Bərabəryanlı üçbucaq oldu da AOB. AOB bərabəryanlı üçbucaqdırsa, çəkdiyim bu OH həm də median oldu. Əgər bütövlükdə A tərəfi, AB tərəfi A-dırsa, onda bura nə olacaq? A bölü 2, bura da olacaq A bölü 2. Nəticədə burada məqsədim nə idi uşaqlar? Pifaqor teoremini yaratmaq. Pifaqor teoreminə görə nə yazarıq? Kiçik yerin kvadratı üstə gəlinsin. A bölü 2-nin kvadratı, yəni A kvadrat bölü 4 bərabər oldu böyük yerin kvadratına. Aydındır? Bunda indi müəyyən hesablamalar eləyəcəksiniz. Oradan eğri tapacaqsınız. Sonra bəli, təbii ki. Təbii ki. Valideyn gəlmişdir. Davam edirik uşaqlar. A bəndindən B bəndini başa düşə bildik. Nə öyrəndiniz siz Allah? Bax, bu qədər danışdım. Həvəsli. Nə öyrəndiniz? Heç kim üçün öyrənməyib. Amma başa düşürük. Nə öyrəndiniz? Bax, öyrəndiyiniz nə oldu? Pifaqor teoremi. A yox da kişi. Ayşə xanım, nə öyrətməyə çalışırdım hal-hazırda? Mərkəzdən tərəfə qədər olan da daxilə çəkilmiş. Mərkəzdən təpəyə olan böyük yerdir, mərkəzdən tərəfə olan kiçik yerdir. Bax, bunu öyrətmək üçün bayaqdan səfərbər olmuşam. Düzdür, başa düşürsünüz, amma nə başa düşdüyünüzü özünüz də bilmirsiniz. Elə mi uşaqlar? Ay Sevil xanım. Nə başa düşdüm? Ben nə öyrətməyə çalışırdım? Böyük yer idi, kiçik yer idi. İndi, bax burada ən önəmli bir şey də danışdım sizə. Dedim ki, əgər bunlar böyük yerdirsə, burada kiçik yerdirsə, onda necə üçbucaq oldu bu AOB? Bərabəryanlı üçbucaq. Bərabəryanlı üçbucaqda da çəkilən hündürlük həm də median idi deyə bu tərəfi neynədi? Yarıya böldü. Ən sonda da bu üçbucağa nə tətbiq elədik? Oktay kişinin dediyi kimi Pifaqor teoremi. Başa düşdünüz? Tamam. Topluda buna aid sual var. Sonra C bəndinə baxaq. Bir düzgün en bucağının mərkəzi bucağı hansı düsturla tapılır? Mərkəzi bucaq. Uşaqlar, mərkəzi bucağı 360 bölünsün en düsturu ilə tapırlar. Bunu istəyirəm səbəbini deyim sizə. Baxın, bu çevrənin bir hissəsini çəkmişik da bura. Mən bunun hamısını belə tamamlasam, bütövi neçə dərəcə olacaq? Bu 360 dərəcə əgər n dənə qövsə bölünübsə, baxın, bu şəkildə qövslərə bölünübdür da. Bax, burada da bir tərəf var, burada da bir var, burada da bir var. 360 dərəcəni n dənə balaca qövsə bölsəm, bir dənəsi nəyə bərabər olar? 360 bölü n. Bax, bu AB qövsünün dərəcə ölçüsü oldu nə qədər aşağılar? 360 bölünsün n. İndi, bura 360 bölü n-dirsə, onda bu mərkəzi bucaq nə qədər olar? Uşaqlar, mərkəzi bucaq elə söykəndiyi qövsə bərabər idi. Bura 360 bölü n-dirsə, mərkəzi bucaq da 360 bölü n. Uşaqlar, dediyim kimi, məqsədim birbaşa düsturu deyib əzbərətmək deyil sizə. Bəzi şeylər var ki, əzbərəməsiniz, isbatını bilməsəz də olar. Amma bu çox istifadə olunmur. Ona görə düstur çox yadda qalmır. Ən azından səbəbini bilin. Çünki səbəbi, bu səbəb hissəsində gedişlər deyirəm sizə. O gedişlərin hamısı başa düşüləndir. Bax, nə danışdım? Başdan bir dəfə də toparlayıram. Bütöv çevrə neçə dərəcədir? 360 dərəcəni əgər mən n dənə xırda qövslərə bölmüşəmsə, bir dənəsi nəyə bərabər olar? 360 böl n-ə. Mərkəzi bucaqda söykəndiyi qövsün dərəcə ölçüsünə bərabərdir deyə. Demək ki, mərkəzi bucaqda 360 böl n-dir. Çatdı mı? İnşallah ki, çatdı. İndi
Bax, bunu başa düşdük. İndi D və Y bəndlərində olan qəribə düsturlara baxaq. Çox qəribə düsturlardır. Amma bu düsturların da nəyi var uşaqlar? İsbatı var. Söhbət düzgün en bucaqlıdan gedəndə bu vedrəyə oxşayan bir dənə şəkil çəkin. Trapeziyanın elə ki, bir hissəsi kimi düşünün. Bu nə idi dedim ay uşaqlar? Böyüyür. Düzdürlərmi? Bəs bura nə idi? Bütövlükdə A idi. Mən bunu çəkəndə nə baş verdi? A bölü 2, A bölü 2 oldu. Bu da nə idi dedik? Kiçik yer. Uşaqlar, bu çəkdiyim hündürlük həm median, həm də nədir? Tən bölən. Bayaq dedim axı bura 360 bölü n-dir. Səfərbər olduq, tapdıq ki, niyə 360 bölü n-dir? Onda, əgər bu balaca yer tən böləndirsə, bura qalan 180 bölünsün, nə olacaq? N. İndi uşaqlar, bu bucağın qarşı kateti və bitişik kateti varsa, bir bucağın qarşı kateti, bir də bitişik kateti var. Onda bunun nəyi var? Tangensi var. Gəlin bu bucağın tangensini tapaq. Yazıram, tangens 180 dərəcə bölünsün n bərabərdir. Bucağın tangensi nə idi dedik? Qarşı katet bölünsün bitişik katet. Qarşısı A bölü 2-dir. Bitişiyi nədir bəs? R-dir. İndi bu kiçik yerlə tangensin yerini dəyişin. Kiçik yer bərabər oldu. Bir də hesablayanda bu iki məxrəcə düşür axı. A bölünsün 2, tangens 180 dərəcə bölünsün n. Baxın görün bu düsturun eynisini aldıq mı? Başa düşdünüz mü bir şey? Vallahi həvəslə izah elədim uşaqlar. Amma siz bu formada baxandan sonra adamın qurduğu cümlələrə heyfi gəlir. Bir şey başa düşdünüz? Gəlin misalla göstərim. Misalla göstərim. Tutaq ki, altıbucaqlıdan söhbət gedir. Və tərəfi də neçədir? 12. Deyir ki, kiçik yeri nəyə bərabərdir? İndi, buradan bir dənə kiçik yeri çəksən, bu kiçik yer daxı. Bu 12 necə bölünəcək? 6, 6. Altıbucaqlıda mərkəzi bucaq nə qədərdir? 360 bölü 6. 360 bölü 6. 60 dərəcə. Bu 60 dərəcəni də bu xətt necə bölür? 30, 30. İndi fikir ver. 30-un qarşısı 6-dırsa, bunun burasına nə qalır? 60. 60-ın qarşısı nə olur? 6 kökdə 3. Başa düşdünüz, necə tapdınız? Özünüz belə hiss eləmədən tangens istifadə elədiniz. Başa düşdünüz? Və bu düsturu əzbərləməyə ehtiyac yoxdur. Mən bayaqdan bunu çalışıram ki, sizə göstərim. Və yaxud tangens yazsaydıq. 30 dərəcənin qarşısı nədir? 6. Yazaram onda tangens 30 dərəcə bərabərdir. 6 bölünsün nə yazacam? R. İndi gəlin buradan R-i tapaq. R bərabərdir. 6 bölünsün tangens 30. Tangens 30-un qiyməti kökdə 3 bölü 3'dür. Ya da 1 bölü kökdə 3. 6 bölünsün 1 bölü kökdə 3. Hesaplayanda da bu kökdə 3 yuxarı vurulur. Cavab nə oldu? 6 kökdə 3. Qiymətlərini bilmirsiniz. Evi yox. Sinus böl kosinus yaz. Sinus böl kosinus yaz. Ya da istəyirsən deyim qeyd elə bir yerdə. Deyim mi? Tangens 30'a ihtiyacınız olacaq. Ya 1 bölü kökdə 3 ya da kökdə 3 bölü 3. Sonra tangens 45'e ihtiyacınız olacaq. Qiyməti 1'dir. Tangens 60'a ihtiyac olacaq. Qiyməti kökdə 3'dür. Sonra kotangensləri də yazım istəyirsiniz. Murad, niyə hamı vərəqləyir yazır, sən yazmırsan ay bala? Yaz görüm, yaz. Kotangens 30 dərəcə kökdə 3'dür. Kotangens 45 dərəcə qiyməti 1'dir. Kotangens 60 dərəcə qiyməti ya 1 bölü kökdə 3 ya da ki kökdə 3 bölünsün 3. Sinüs kosinusları da bilirikmi? İstəyirsə onları da bir xatırlayaq.
Sinüs 30. Əhsən. 2-də 1. Kosinüs 30 bəs? Bu kökdə 3 bölünsün 2 idi. Sonra sinüs 45. Kökdə 2 böl 2. Kosinüs da 45'də kökdə 2 böl 2 idi. Qaldı bir dənə 60'larımız. Sinüs 60. Kökdə 3 bölək 2. Kosinüs 60'da 2'də 1. Başımı pişirib hamısını yazdırdınız. Hal oldu sizə. Yazın. Uşaqlar, kiçik yeri başa düşdünüzsə, böyük yeri də məncə başa düşəcəksiniz. Gəlin, onun haqqında da danışım sizə. 2 dənə qaydamız qaldı, onu da deyim. Sonra başlayaq. Trapesiya, bir də 45 dənəli sualımız. Silim. Silim. Yenə belə bir şəkil çəkdim. Yenə bunları birləşdirdim. Bura nə oldu aşağılar? Böyük yer, böyük yer. Bu isə kiçik yer. Bura bütöv A-dırsa, onda bura qalan A böl 2. Bura nə qədər idi ümumisi? 360 bölün. Əgər bu yarı böldüsə, bura qalan 180 böl n oldu. İndi bu bucağın bu dəfə qarşı kateti var, bir də hipotenuzu var. Əgər bir bucağın qarşı kateti və hipotenuzu varsa, demək ki, bunun nəyi var? Sinusu var. 180 böləyim. Bu da bərabər oldu. Qarşı katet A böl 2 bölünsün hipotenuz, o da R-dir. İndi mən buradan R-i tapmaq istəyirəmsə, R-lə sinusun yeri dəyişməlidirmi? Bu 2 də məxrəcə düşəcək. Onda R bərabər olacaq. 2 məxrəcə düşür dedim. A böl 2. Bu sinus da R-in yerinə gəlir. Sinus 180 bölünsün N. Düstur neyini salındı? Bəli. İndi sizcə oturub bunu əzbərləməyə ehtiyac var mı aşağılar? Düzdür, qaydada soruşacam düsturu. Amma əzbərləmə bu formada çıxarışınla yaz. Ən sonunda gəlib bura çıxmaq olur. Yaxşı mı? Tamam. Son 2 dənə düsturumuz. Düzgün altı bucaqlının daxilinə çəkilmiş çevrənin radiusu A kökdə 3 böl 2'dir. Düstur A kökdə 3 böl 2'dir. Alınmasını da göstərdim əslində sizə. Necə göstərdim aşağılar? Bunu bu formada çəkəndə, bunu da bu formada çəkəndə. Buralar nə oldu? Böyük yer, böyük yer. Bura nə qədər oldu bəs? 360 böl 6, 60 dərəcə. Bu 60 dərəcəni də bu kiçik yer necə böldü? 30, 30. İndi, bura əgər ümumsi adırsa, bu hissəsi nə oldu? A böl 2. Burada 90'dır. 30'un qarşısı A böl 2'dirsə, bura nə qalar? 60. 30'un qarşısı A böl 2 olanda, 60'ın qarşısı A böl 2'nin nəyi? Kökdə 3'ü. Bu da bizə nəyi verdi? A kökdə 3 böl 2'ni. İndi sizcə bunu da əzbərləməyə ehtiyac varmı? Əsas o ana qayda deyək də, o ana qaydanı bilirsinizsə, neçə bucaqlını soruşursa soruşsun, bu formada tapıb çıxarda bilərsiniz. Yaxşı? Tamam. İndi buna baxaq. Burada nədir vəziyyət? Düzgün altı bucaqlının xaricinə çəkilmiş çevrənin radiusu nəyə bərabərdir? Elə tərəfin özünə bərabərdir. İstəyirəm bunu da göstərim. Birdən baxın. Mən bunu çəkdim, bir də bunu çəkdim. Buraların hər biri nəyə bərabər oldu? R-ə. Uşaqlar, ümumi 360 dərəcəni 6 dənə qövsə bölmüşüksə, bir dənə qövsüm nə qədər oldu? 60 dərəcə oldu. Bura 60 dərəcədirsə, onda burada 60'dırmı? Bu qıraqlar da nə olacaqlar? 60, 60. 60, 60, 60, R, onda burada oldu nə? R. Belə çıxır ki, R nəyə bərabər oldu? A-ya. Bu qədər sadə. Başa düşdük? Tamam. Yox, bayaqçı qayda ilə də yaza bilərsən. Amma
Altıbucaqlı olmasa mütləq məcbursan ki, o sinusunu tapasan. Çünki hər dəfəsində belə bəxtimiz gətirmir də. Burada rəsmən bəxtimiz gətirdi. Hər biri 60 oldu deyə. Tamam. Trapesiyada 8. 8-ə qədər sual olan varmı? Deyir, yan tərəfi 5 olan bərabəryanlı trapesiyanın. Uşaqlar, bir dənə bərabəryanlı trapesiya çəkirəm. Yan tərəfi nə qədərdir deyir? Yan tərəfi 5'dir. Bu 5'ləri yazdım. Diagonalı iti bucağının tən bölənidir. Bundan çox istifadə edirik. Baxın. Bu diagonal iti bucağının nə idi dedi? Tən böləni. Z hərfi yarandı mı burada? Onda belə çıxır ki, bunun burası da alfadır da. Nəticədə alfa alfadır deyə yan tərəf nəyə bərabər oldu? Kiçiyə oturacağı. Cavabımız 5 imiş. Hündürlük çəkməyə falan ehtiyacımız olmadı Gülay xanım. Növbət sual deyir. Növbət sualımız 11. Kimsə 11 dedi. 11-12 eyni şeydir. Bərabəryanlı trapesiyanın diagonalı iti bucağını 25-40'a bölübdürsə, 25 ilə 40'ın cəmi nə qədər eləyir? 65. İti bucağı 65 oldu. Onda kör bucağı 115. Çatdı? Və yaxud 12-ci suala baxın. Kör bucaq 35 ilə 80'ə bölünübsə, toplamı 115. Kör bucağı 115'dirsə, iti bucağı 65. Çatdı mı? Cəlb olun biraz. 26 dedi. 26. Bir trapesiyanın diagonalları 10 və 12'dir. Uşaqlar, gəlin bir dənə trapesiya çəkək yenə. Diagonal nədir dedi Gülay xanım? Biri 10'dur. Digər nədir dedi? 12. Davamı, təpələri onun tərəflərinin orta nöqtələri olan. Nə başa düşdüm? Bu tərəfin orta nöqtəsi, bu tərəfin orta nöqtəsi, sonra buranın orta nöqtəsi, buranın orta nöqtəsi. İndi, bax bu iki dənə orta nöqtəni birləşdirirəmsə, Gülay xanım, üçbucağın orta xətti yaranır da. 10'dursa, onda bu nə qədər oldu? 5. Bu orta nöqtələri birləşdirsəm, bu da yenə 10'un yarısıdır, oldu 5. Sonra bu iki orta nöqtəni birləşdirsəm, 12'dirsə, yarısı 6. Bu ortaları birləşdirsəm, yenə də olacaq nə qədər? 6. Bəli, elə diagonallar cəminə bərabərdir. Bəli, mən də xatırladım. D1 üstəgəl D2'yə bərabərdir. Demişdik ki, orta nöqtələrin birləşməsindən əmələ gələn fiqurun perimetri diagonalların cəminə bərabərdir. Narahat olmayın, gəlb çatırıq olsa. De Gülay xanım. Yox, 28 var idi arada, kimdəsən? 28. Eybi yox, təkrar baxaq. Ziyanı var mı ki, uşaqlar? Xeyrindən başqa heç nə yoxdur. 28. Bərabəryanlı trapesiyanın oturacaqları 50 və 14'dür. Diagonalı da 40'dır. Uşaqlar, diagonal düsturu necə idi? Bərabəryanlı trapesiyada. Bərabəryanlı trapesiyanın diagonalı hansı düsturla tapılır? Hörmətli vətəndaşlar. D'nin kvadratı nəyə bərabər idi? Sizi biabır olasınız. Xeyr, xeyr. S kvadratı çıx deyil. Üstə gəl abi. Düstur budur. D'nin kvadratı bərabər idi. S'nin kvadratı üstə gələk AB. Yaxşı mı? Amma təbii ki,
Özünüz də yəqin bu həndəsə dərsləri başlayandan hiss edirsiniz ki, mən düsturlara biraz qarşıyam. Düsturlar bizi bir yerə qədər aparacaq. Görsən, o yadınızdan çıxıb. Hissə isə gəlin tapaq. Xahiş edirəm. Oturacaqlar nə qədərdir? 50 ilə 14. 14'ü yuxarı yazdım, 50'ni aşağı yazdım. Diagonalı da 40'dır. Uşaqlar, mən bunu çəksəm, diqqətiniz məndə olsun. Bura 40'dır deyir. Fərz elə ki, bu birisini də çəkmişəm. 14'dür deyə, orta hissədə 14 olacaq. 50'dən 14 çıxdım, 36. Yarı böldüm. Bura qaldı 18, bura qaldı 18. İndi bütöv nə qədər oldu? 32. 40 və 32-yə görə bu hündürlük taplarmı? Bu arada bu bərabər yanı trapesiya idi, nəzərinizdə olsun. 40 və 32-yə görə. Aha, yəni 8 vur 72. 256. Düzmü dedim? 870'ye vuranda? Yox. 576. Onda bura qalar 24. 24 18 ise onda bu yan tərəf nə qədər olacaq? 3 vur 6, 4 vur 6, 5 vur 6. Bura oldu 30. Burada oldu 30. İndi nə istəyir məndən? Perimetr istəyir. Hamısını da topla 124. Yaxşı mı? Nuray xanım Sadıqova, sən Allah başa düşdün mü? Ya düsturla yaz. Yaz ki, 40'ın kvadratı bərabərdir. S-nin kvadratı üstə gəlsin 50 vur 14. Buradan S-ni tapacaqsan 30. 30, 30, 60. 14 ilə 50 də 64. 60 da gəl 64, perimetr oldu 124. Oldu mu? Davam edirik. Sual ver, cavab eşit kampanyası. 37'ye qədər sualı olan. 37'ye qədər kimin sualı var? Var mı 37'ye qədər sual olan? Yox etmiş. Bir müstəvi üzərində düz xətti kəsməyən parçanın, bir dənə düz xətt çəkdim. Bu düz xətti kəsməyən bir dənə də parça çəkdim. Gülay xanım, gör aydın oldu mu şəkil? Bax, bu düz xətti bu parçadır. Parça düz xətti kəsmir. Bunun ucları düz xəttdən biri 6 məsafədədir deyir. Digər neçə məsafədədir? 10 məsafədədir. İndi bunun bu orta nöqtəsi buradan hansı məsafədədir? Bax, bu hissəni tap deyir. En bərabərdir topla bölgüyə. 6 üstə gələk 10 bölünsün 2. Nə qədər oldu? Cavabımız oldu 8. Çatdı. Davam edirik. 38. 38. Diagonalları perpendikülər olandır deyəsən elə. Yoxsa 39 idi? 39'dur diagonalları perpendikülər olan. 38. Amma xatırlayıram, məncə bu sualı izah eləmişəm sizə. Otuz doqquz C-dir, bəli. Hə, necə izah eləmişdik? Kiminsə fikrində qalıbmı? Hə, bağışlayın uşaqlar. Hətta bir dənə belə yenilik eləmişdik. Düz bucağı trapesiyanı belə çəkdik. Yaxşıdır. Deyir, ABC'də düz bucaqlı trapesiyasında DB diagonalı AB yan tərəfinə perpendikulyardır. AB yan tərəfdir. Amma DB də buna perpendikulyardır. Onda belə eləmək olar. A-nı burada, B-ni burada götürüb, C-ni burada, D-ni burada götürürəm və DB yan tərəfinə nə oldu? Perpendikulyar oldu. Başa düşdünüzmü şəkli? Həqiqətən də DB diagonalı AB yan tərəfinə perpendikulyar oldu.
Sonra DS-ni 3 verib. DS 3-dürsə, bura 3-dürsə, BH-a da 3 demək olar mı aşağılar? Çünki hündürlükdür. Sonra nə deyir? BS 4-dür. BS 4-dürsə, DH-a da nə demək olar? 4 demək olar. Sonra 90-dan 90 çəkilibdirsə, H kvadrat bərabər Demen düsturu deyə bir düsturumuz var idi. Evklit düsturu. Yəni 3-ün kvadratı bərabər idi. 4 vurulsun, bura gəlin M deyək. 4 vurulsun M. Onda M nəyə bərabər oldu? 9 bölək 4-ə. Niyə 3 bölü 2 dedin görəsən? Niyə kök aldın durduğu yerdə? Olmaz. Özündən də asılı olmadan kök aldın elə. İndi məndən AB yan tərəfini istəyir. Fagor teoremi. 9 üstə gəlinsin. 81 bölək 16 bərabərdir x-in kvadratı. Buradan x kvadratı nə qədər oldu? 15 bölü 14. 225 bölək 16. Onda x bərabər oldu. 15 bölünsün 4. 15 bölünsün 4. Cavabımız D variantı. Aydın oldu mu? Bəli. Davam eləyək. 39. Zəhra xanım yaza bildiniz? 37 ilə 27-ni. Bəli. Dərsin axırında baxacam. Bu, yox. Burada sizə bir dənə möhtəşəm cümlə işlədirdim. Sizə nə cümləsi idi uşaqlar? Əgər trapesiyanın iki diaqonalı perpendikulyardırsa, birini trapesiyanın içərisində saxlayın. Perpendikulyar olan diaqonallardan birini içəridə saxlayın, birini sürüşdürün, çıxardın çölə. Xatırlamırsınız bu cümləmi? Öjdəsiz. Bunun özü belə böyük şeydir. Bura A, bura B, bura C, bura D. Diaqonallardan biri 6-dır, biri nədir? 8-dir. Və bunlar da perpendikulyardır, buralarda A, B olsun. İndi məndən nə istəyir uşaqlar? Orta xəttini. Orta xəttlə nəyə bərabərdir? A plus B bölünsün 2. Bax, bunu istəyir məndən. Deməli, necə dedim yolunu? Diaqonallar perpendikulyardırsa, perpendikulyar diaqonallardan biri trapesiyanın içərisində qalsın, birini sürüşdür, çıxart çölə. Özdə necə sürüşdür? Paralel. Bax, belə bir dənə şəkil yaranır. AC-ni sürüşdürdüm elə bir ki ora. Bura 90-dırsa, bunun burası da nədir? 90-dır. AC 6-dırsa, BY də 6-dır. Axı paralel sürüşdürmüşəm. BC A-dırsa, onda Y-amız da nəyə bərabərdir? A-ya. İndi istəyirəm ki, hansı üç bucağa baxasınız. Gözünüz Y, B, D üç bucağını görsün. Y, B, D. 6-dır, 8-dir. Onda Y'də bütöv nə qədər oldu? 10 oldu. Yəni A plus B'miz nəyə bərabər imiş? 10-a. 10 da bölürük 2-yə. M bərabərdir 10 bölü 2. Cavabımız oldu 5. İnşallah nə öyrəndiniz? Bəli, biri qalır içəridə, bir dənəsini sürüşdürüb çıxardırıq çölə. Yerdə qalanı onsuz da səhərdən axşama işlətdiyimiz şeylərdir. Əsas gediş hissəsində perpendikulyar diaqonal varsa, birini saxla içəridə, birini sürüşdür, çıxart çölə. Tamam, davam eləyək. Başa düşdünüzmü aşağılar? Əməlli başlı başa düşürsünüz? Tamam. Növbət sualımız gəlsin. 47, 42. O araları verməmişdim axı deyəsən. Hansı nömrələr silmişdi ya uşaqlar? 47 də silinmişdi. 42, 43, 44. Bir dənə 45-i saxlamışdıq. 46, 47, 48. Silinmişdi bu suallar. 45'i yazabilmişsiniz mi arada 45'i?
Yazılıb? Tamam. Onda 49'dan sonrasını soruşa bilərsiniz. 50. 50 deyir. Gəlin görək burada nə var? Çox diqqətlə qulaq asın mənə. İlqara xanım yatmayın, nə olar? Lövhəni falan köçürün. Ay İlqara xanım. Lövhəni köçür, yuxun gəlməyəcək. Məsələlərin şərtini oxu, yuxun gəlməyəcək. Gör nə deyir? Bərabəryanlı trapesiyanın yan tərəflərindən birinə bitişik bucaqların fərqi 40 dərəcədir. Əhsən. Aha, oradan A-nı B-ni tapa bilərəm də. Amma belə bir şey var idi. Bucaqlara AB demirdik. Nə deyirdik bucaqlara? Alfa, beta, salamatı. Bir alfadır, biri də betadır. İndi alfa üstə gəl betanı nə dedin? 180. Aha. Yox, alfa beta demək olmaz axı. Bax fikir ver, gör necə işarələmişəm. Beta çıxılsın alfa bərabərdir 40. Nə verdi bunlar? Alfalar gedəcəklər. 2 beta 220. İndi bura əgər 110 dərəcədirsə, onda bura 70. Soruşduğu da böyüdü, cavab 110. 50 kimdə idi? Səndə. Sən Allah başa düşdü. Tamam. Sonra sual verin, cavab eşidin. Pəncərəni örtə bilərik. Əlli 9 dedin. Gülay xanım, məncə bu suala şəkil çəkməmisiniz, ona görə həll olunmayıb. Çəkmirsən. Hanı? Tənbölənsə alfa yazardım, bura alfa yazardım, 7, onda burada 7, hamısının da cəmi. Bax, o cümləyə fikir verməmsən, elə bil. Bir dən bax, görüm sualın şərtinə. Deyir ki, trapesiyadır, eləmi? Trapesiyanın oturacaqları 7 və 15-dir. Mənə qulaq asın. Bura 7-dir, burada 15-dir. Sonra deyir ki, diaqonalı iti bucağını yarıya bölür. Çəkdiyim bu diaqonal Aygülay xanım. Bu iti bucağı Aygülay xanım. Neynir Aygülay xanım? Yarıya bölür. İndi bura alfadırsa, burada nə deyəcəksən? Alfa. Alfa ilə alfa eynidirsə, bura 7, onda burada olar 7. Söhbət bərabəryanlı trapesiyadan gedir. Demək ki, burada 7. Perimetrdə hamısının cəmi. 36 mı? Bəli. Perimetr bərabərdir 36. Davam edirik, sual verin. Nə oldu? Gülay xanımdan Nuray xanım sual verir ancaq. 62. Yox, Sevil xanım da sual verir. Bayaqlarda soruşmuşdu. ABCD trapesiyasında BAD alfa, BCD 2 alfadır. Deməli, əgər bir testdə alfa və 2 alfa görürsənsə, ən salamat yol nədir? Bu 2 alfanı yarı bölmək. Niyə yarı böldüm? Niyə buradan bu xətti çəkdim? Alfa alınsın ki, bura bir dənə Y desəm. A, B, C, Y hansı fiqur oldu aşağılar? Parallelogram. Paralelogramda qarşı tərəflər bir-birlərinə bərabərdirlər, həm də paraleldilər. İndi BC-ni 5 veribdirsə, AY hissəsinə də 5 yazmaq olarmı? Tamam. Sonra uşaqlar CD-ni 7 verib. İndi burada bir dənə də bir şey var. Z hərfi görürsünüzmü? İstəyirsiniz 4 hərflə deyim. B, C, Y, D.
Bax, bura alfadırsa Sevil xanım. Bunun aşağısı da nə olacaq? Alfa. Nəticədə SYD hansı növ üçbucaq oldu? Bərabər yanlı. Çünki alfa alfa. Onda 7 də 7 imiş. Məndən də soruşur AD-ni. 12. Başa düşdüksə davam eləyək. 64. 64. Deyir, bərabəryanlı trapesiyanın diaqonalı iti bucağının tənbölənidir və yan tərəfinə perpendikulyardır. Bu cümləni yaşamalıyıq uşaqlar. Bir dənə bərabəryanlı trapesiyadır. Bunun bu diaqonalı iti bucağının tənbölənidir. Uşaqlar, bu arada bərabəryanlı trapesiyadırsa, bura 2 alfa olanda bunun burasına da nə yazmalıyıq? 2 alfa. Həmçinin diaqonal yan tərəfə nə deyir şərtdə? İndi aşağıda yaranan düzbucaqlı üçbucağa diqqət yetirin. Cəmi nə qədər olmalıdır? 180. 180-in 90-ı buradadırsa, onda alfa üstəgəl 2 alfaya da nə qalacaq? 90. Alfa üstəgəl 2 alfamız 90. 3 alfa 90 alfa oldu 30. Demək ki, bura 30 dərəcə imiş. Bura nə qədər imiş? 60. İndi uşaqlar, diaqonalını veribdir, diaqonalını veribdir. 6 köşdə 3. İndi baxın görün. 60-ın qarşısı 6 köşdə 3-dürsə, 30-un qarşısına nə qalırdı? Köşdə 3-ə bölürdünüz. 6, əla. 90-ın qarşısına nə qalar bəs? 2 misli 12. Bərabəryanlı trapesiyadır deyə bunun bu tərəfinə də 6 yazacaqsınız. Bir də uşaqlar, bura alfa-alfa bölünəndə axı bunun burası da alfa olurdu. Demək ki, BC də nəyə bərabər imiş? 6-ya. Söv. Perimetr istəyir, hamısını topla. Bəli, perimetr bərabər oldu 30-a. Əməlli başlı başa düşdünüz? Tamam. Davam edirik, suallar verin. 71. 68. Həftənin 5-ci gündən də təkrara başlayırıq. Nəzərinizdə olsun. Bəli, naturaldan özü bir yana. 6-cı günlər gəlib yazırdınız ha. Həmin o testlərlə yenidən bir də gedəcəyik. Bu dəfə verəcəm, evdə yazacaqsınız. Elə demin testləri idi o. Hər mövzudan 50 sual işləyəcək. Dərsdən sonra qalıb yazarsan. Problem yox. Hə, gəlib yaza bilərsən. Deyir, trapesiyanın diaqonalları onun böyük oturacağına biçik bucaqlarını yarıya bölür. Yenə bayaqçı şəkildən çəkməlisiniz uşaqlar. Bir dənə trapesiya çəkdim. Diaqonalı nə edir deyir? Diaqonalı bu bucağı yarıya bölür. Onda bura nə yazacaqsınız? Alfa. Sonra bunu çəksəm. Bu necə bölünəcək? Niyə buna beta-beta yazdım? Çünki bu trapesiyanın bərabər yanlı olduğunu deməyibdi mənə. Başa düşürsünüz də nə demək istəyirəmsə. Ona alfa-alfa dedinsə, buna beta-beta deməlisən. Gəlin adlandıraq, rahat danışaq. A, B, C, burada olsun de. Bura betadırsa, bu arada bunun burası da betadır. İndi uşaqlar, mən bura bir dənə A deyirəmsə, diqqətiniz məndə olsun. ABC üçbucağına baxın, necə üçbucaqdır? A ilə C bərabərdir deyə, bərabər yanlıdır. BC A-dırsa, AB də nəyə bərabərdir? A-ya. İndi istəyirəm ki, BCD üçbucağına baxasınız. BCD üçbucağında da beta ilə beta var, görə bilirsiniz? Onda bura A-dırsa, CD-miz də nəyə bərabər oldu? A-ya.
Böyük oturacağımız da B olsun. İndi mənə deyir ki, perimetr 60'dır. Perimetr necə tapılsın? Hamısının cəmi 3A üstə gələk B bərabərdir 60. Sonra orta xətti nə qədərdir deyib? 18. Uşaqlar, orta xətt 18 olanda oturacaqların cəmi nə qədər olur? 36. Elə ki, belə başa düşün də. A plus B bölək 2 bərabər 18-dirsə, A plus B-miz 36. İndi yuxarıdan aşağını çıxın tərəf-tərəfə. 2A bərabər oldu 24. A bərabər oldu 12. A-ya 12 dedimsə, B-yə nə qaldı? B-yə də qaldı 24. Soruşduğu nədir ki? Bəli, böyük oturacağı soruşur. Daha 24. Başa düşdük. Maraqlıdır. Həqiqətən maraqlıdır. Mənim özüm də izah eləyəndə belə xüsusi zövq alıram maşallah. Hələ üstəlik siz də başa düşəndən sonra başa düşürsünüz ki, hal-hazırda özümü inanmış kimi aparıram uşaqlar. Bir növ artist eləyirəm. Güya ki, sizə inanıram. Deyin gəlsin. Suallar verin. 71. 71 ilə 72 eyni tipli testlərdir. Görün nə deyir? Hündürlüyü 8, iti bucağının tangensi 2'dir. Uşaqlar, tangens necə tapılırdı? Qarşının bitişiyə nisbəti əgər 2'dirsə, onda bu KD 4'dür. Mənlə razısınız. Necə də rahat tapdım. Bax, bu bucağın tangensi 2'dir. 8'i nəyə bölsəm 2 verər? 4'ə. Bura oldu 4. İndi 90 dərəcədən 90 dərəcə çəkilib. Bax, şey verin, SK-nı görürsünüz. 90 dərəcədən çəkilibdir. 90 dərəcə olub. Onda demək ki, bu H kvadrat bərabərdir, MN düsturuna gəlməlidir. Burada gəlin M deyək. M vurulsun 4 bəli. M nəyə bərabər oldu? 16'ya. Buraya yazdım 16. Məndən soruşur böyük oturacağını. Bütöv AD nə qədər oldu? 20. Bütöv AD bərabər oldu 20. Rahatdır mı? Çox rahatdır. Davam eləyək, sual verin. 75. Yetmiş altı. Yaxşı. Bir, diagonalı 26, hündürlüyü 10, kiçik oturacağı 13 olan bərabəryanlı trapesiyanın böyük oturacağının uzunluğunu tapın. Hazır düsturdur da. Hansı düsturdur? Bayaq danışdıq. D kvadratı bərabər C kvadrat üstə gələk AB. Diagonal 26'dır. 26'nın kvadratı 676. C'nin kvadratı yan tərəf heç yoxdur. Şəkil qurmalıyıq. Şəkil qurmalıyıq. Nə yaxşı olardı? Sıra gəlmədi amma. Diagonal nə qədər verilib? Çəkdim 26. Hündürlük nə qədər verilib? Uşaqlar, bura 10'dursa, onda bu hissəyə nə qədər qalacaq? 24. Kiçik oturacağı da nə qədərdir? 13. Böyük oturacağının uzunluğunu soruşur. Buradan bunu çəkmiş olsam, orta hissə 13. Onda bura nə qalacaq? 11. Bura 11'dirsə, onda bunun bu biz tərəfi də 11'dir.
Bəs yaxşı bütövi nə qədərdir? 35 oldu. Aydındır mı? Aydındır. Davam edirik növbəti sualımız. 84. Səksən dördə qədər sualımız varmı? 83. Evet, 83 şifahi sualı idi. Bax, fikir ver. X bərabərdir nə yazmalısan? 3 üstəgəl y bölü 2. Bir dəfə də y bərabər nə yazmalısan? X üstəgəl 12 bölü 2. Alınan tənliklər sistemini də həll edirik. Başa düşdünüzmü bir şey? Bir dəfə elə bir ki, yuxarını trapez kimi baxırsınız. Orta xət bərabərdir oturacaqlar cəmlinin yarısı. Bir dəfə də yuxarını tutub aşağısına trapez kimi baxırsınız. 84 biraz çətin sualdır, gəlin ona baxaq. %84'də yenə bayaq danışdığımız o düstur. Bərabəryanlı trapesiyanın diagonal düsturu necə idi? D kvadratı bərabərdir S-nin kvadratı üstə gəlinsin AB. İndi uşaqlar, D nədir burada? D nədir burada? AC. Yanlar S ilə S-dir. Oturacaqlar nədir bəs? PM ilə AD 3-ün 4-ə nisbətindədir. Uşaqlar, PM-ə 3K desəm, AD-yə məcburam ki, nə deyim onda? 4K. PM 3K-dırsa, BC-yə də nə demək olar? 3K. İndi, düstur yazıram bura üçün. D kvadrat bərabərdir. Nə yazmalıyam? S-nin kvadratı üstə gəlinsin AB. 3K vurulsun 4K. 12K kvadratı. İndi S kvadratını bu tərəfə getirsək. D kvadrat çıxaq S kvadrat bərabər oldu 12K'nın kvadratı. D kvadratından S kvadratını çıxanda 48 veribdir şərtdə. Onda 48 bərabərdir 12K kvadratı. K'nın kvadratı 4 oldu. K özü nəyə bərabər oldu? 2'yə. K 2'dirsə oturacaqlarımız nə qədər olar? Biri 8 olar, biri də 6. Nə soruşur ki? Hə, orta xəttini soruşur. Orta xəttdə 6 üstəgəl 8 bölünsün 2'dir. Cavab oldu 7. Tam bitdi mi suallarımız? Trapeziyanda öyrəndik. İndi açın bugünkü testlərdən verin. 45 dənə sual idi. Xahiş edirəm izahları evdə təkrar baxın. Qayda kitabını Güney xanımdan başqa heç kim oxumur. Suallara baxanda bilir ki, hansı var idi, hansı yox idi. 11 deyirsən? 8 deyirsən. Hə, bax görək bura. Deyir, o mərkəzli çevrənin radiusu 3'dür. Bu şəkildə Nuray xanım 2 dənə radius görürsən. Burada 3. Bax, burada 3. Burada 3 yaz. Hətta bunu çəkin deyə bir tövsiyə də demişdim sizə. Burada 3. Və bu da nədir? 90. Sonra şərtdə deyir ki, MB bərabərdir 2 dənə EMA. MB'miz, yəni bax bura, 2 dənə EMA-dır. Onda mən bura X desəm, MB nə qədər olar özü? 2X. 2X'in 6'sı çevrə içərisindədirsə, çölə qalanı nə qədər olar? 2X çıxılsın 6. İndi bundan sonra uşaqlar, X'i 2 cür tapa bilərsiniz. Bir yolu nədir?
A, O, M üçbucağına Pifagor teoremi tətbiq eləmək. Bu bunun bir yolu. İkinci bir yolu da nədir aşağılar? Toxunanda axı bax bu. Bax bu x toxunandır. Toxunanın kvadratı mövzumuza uyğun olsun deyə belə yazıram. Toxunanın kvadratı, yəni x-in kvadratı bərabərdir. Kəsənin çöldə qalan hissəsi vurulsun ümumi hissəsi. Çöldə qalanı nədir aşağılar? 2x çıx 6 vurulsun. Ümumisi nədir bəs? 2x. Buradan, bax bu x-lər gedəcəklər. Nə qaldı yazıram? X bərabərdir. 4x çıxılsın 12. Buradan, mənfi 3x bərabər mənfi 12. X nəyə bərabər oldu? 4-ə. İndi məndən nə istəyir uşaqlar? M10-u. Uşaqlar, M-dən O-ya gedəndə nə görürsünüz? 2x çıx 6 üstə gəlsin 3 görürsünüz. X-in yerinə 4 qoysam 8. 8 çıx 6 üstə gəl 3. Cavab oldu 5. Başa düşdük? Tamam. Evdə yenə təkrar baxarsınız, daha da möhkəm başa düşmək üçün. 9. Baxaq 9-a. Əvvəlləri rahat yaza bilmişsiniz də. Tamam. Gör nə deyir? Çevrədə AB diametri CD vətərinə perpendikulyardır. Uşaqlar, AB diametri CD vətərinə perpendikulyardırsa, onda bu diametr nə inirdi? Daha doğrusu bu vətər 2 bərabər C-yə bölünürdü. KB-ni 4 verib yazdım. AK-nı nə verib? 8, bunu da yazdım. Bunlara da gəlin XX deyək. Kəskin vətərlərin xassəsi necə idi? X vurulsun X bərabərdir 8 vuraq 4. X-in kvadratı 32 oldu. X-in özü oldu 4 köşdə 2. Bizdən də CD-ni soruşur deyə cavab oldu 8 köşdə 2. Aydındır? Murat yaza bilmişsin bunları? Yazmısan? 11'ə baxırıq. Xahiş edirəm, sual saxlamayın arada. O sualların ahı bir gün gəlib. Siz də tutacaq, mən də tutacaq. Buraxılışa düşən sualdır. Sırf buraxılış sualıdır. Bunun xəzinəsini işləyəndə görəcəksiniz. Görək nədir? Deməli, bir dənə çevrəmiz var. Çevrə xaricində götürülmüş M nöqtəsindən bu çevrəyə 2 dənə kəsən çəkilib. Biri MB kəsənidir. Biri də MD kəsənidir. Biri çevrəni A nöqtəsində, biri də C nöqtəsində kəsib. Bax, belə bir dənə şəkil var. İndi, bu şəkil üçün düstur necə idi? Qiymətlərini yazmamış. MA vurulsun MB, MC vurulsun MD-yə bərabərdir. Əla. MC verilib 8, MD 18 verilibdirsə, CD-nin payına qalan hissəsi 10-dur. AB-ni bizə 7 verib, MB-ni soruşur, gəlin əvvəlcə bura X deyək. İndi nə oldu düsturumuz? X vurulsun, X üstə gələ 7, bərabərdir. 8 vurulsun, hamısı 18. Buradan da hesablayıb X-inə tapacaqsınız. 9. Amma məndən MB-ni istəyir. 9 üstə gəl 7-dən cavab oldu 16. 9-u tapıb tez sevinməyin uşaqlar. Cavabımız oldu 16. Aydın oldu mu? Tamam. Devam edirik. 14. 12.
12 eynisidirmi? Yox. Burada toxunanla kəsən var. Görək burada nə deyir uşaqlar? Çevrənin xaricində götürmüş nöqtədən bu çevrəyə toxunan və kəsən parça çəkilmişdir. Nə başa düşdünüz? Yenə bir dənə çevrədir. Bu çevrənin xaricində götürmüş nöqtədən, tutaq ki, bu A nöqtəsindən bir dənə toxunan çəkilib, bir dənə də kəsən çəkilib. Nə dedi, onu da yazdım. Davamına qulaq asırıq. Toxunan parçanın uzunluğu 8-dir. Yəni, bax, bura 8-dir. AB deyək. Bura C, burada D deyirəm. AB-miz 8-dir. Kəsənin çevrə daxilindəki hissəsi 12-dir. Kəsənin, yəni AD-nin çevrə daxilindəki hissəsi, yəni CD hissəsi 12-dir. AC-yə gəlin X yazaq. Amma məndən bütövlükdə kəsənin uzunluğunu istəyir. Yəni, nə istəyir aşağılar? X üstəgəl 12-ni istəyir. Hə, nə yazım indi? Kömək eləyin mənə. 8-in kvadratı bərabərdir. X vurulsun. X üstəgələk 12. Bunu vurub açıb hesablasaz. X-i tapacaqsınız 4. İndi, məndən amma AD-ni istəyir dedim. Bəli. AD bərabər oldu. 4 üstəgələk 12. Cavab oldu 16. Aydındırmı? Tamam. Növbəti 14 deyirlər. 13 niyə demirlər? On üç yaza bilmişsinizmi? Aşağılar. Bəli. Yox. 14. Göstərinə də. Ay Nərmixan, son ona qədər gözlədin elə. Görüm kimsə deyəcəkmi? Sən Allah. Bəs niyə ikinci dəfə deyəndə eşitdim? Deyir, mərkəzi O nöqtəsində olan çevrənin DC diametri 14-dür. Baxın, DC diametri 14-dürsə, onda buralara nə yazmalısınız? 7, 7. Sonra aşağılar, sonra. AC və AB toxunanlardır. Uşaqlar, bunlar toxunandırsa, bir-birərinə bərabərdir. Və arasındakı bucaq nə qədərdir? 60 dərəcədir. Bizdən də BC-ni soruşur. Uşaqlar, AB ilə AC bir-birinə bərabər və arasındakı bucaq 60-dırsa, onda buralar da 60-dır, razısınız. Bura bütöv 90-da axı, toxunanla radiusa görə. Onda bura nə qalar? 30. Uşaqlar, mən bu B ilə D-ni birləşdirsəm, burada olacaq 90. 90 da 30-dur, demək ki, bura qalan 60. İndi fikir ver. 90-ın qarşısı CD. Nə qədərdir bütöv? 14-dür. 90-ın qarşısı 14-dürsə, 30-un qarşısına nə qalar? 7. 30-un qarşısı 7-dirsə, 60-ın qarşısı 7 köşdə 3. Nərmixan başa düşdünüzmü? Bu gedişlərin hamısı aydın oldu sizə. Tamam. Silirəm. Yenə təkrar baxarsınız izahına. 14-ə baxaq. Deməli, bizə deyir ki, tərəfləri çevrəyə toxunan düz bucağın, düz bucaq çəkə bilirsiniz. Düz bucaq belə bir şeydir də aşağılar. İndi bir dənə də çevrə götürürəm və bu çevrəni elə çəkirəm ki, tərəfləri neynəsin? Bu düz bucağa toxunsun. Görək. Alındı mı? Tamam.
Sonra uşaqlar, çevrənin mərkəzi ilə toxunma nöqtəsini birləşdirin deyə bir tövsiyəmiz var idi. Bax, bunları birləşdirilməmişəm. 90, 90, 90. 3 dənə 90 var. Nə qədər elədi? 3 dənə 90. 270. Onda gərək buna da 90 yazım ki, 360 olsun. Nəticədə sizcə burada nə yarandı bir dənə uşaqlar? Kvadrat. R-dirsə, onda bu diagonal nə qədər olur? R köşdə 2. Bunun bu hissəsinə R yazıram. Bu hissəsinə də 13 yazıram. Bu hissəyə niyə 13 yazdım? Bax, bura niyə 13 yazdım? Şərtdə görün nə deyir uşaqlar? Ən yaxın məsafəni 13 veribdir. İndi R köşdə 2. Yazıram R köşdə 2. Bərabərdir bütöv bu diagonala. R üstəgəlsin 13. İndi R'i keçirdim sağa. Daha doğrusu sola. Buradan R'i çıxartdıq. Nə qaldı burada? Bərabərdir 13. Onda R'in özü 13 bölünsün. Köşdə 2 çıx 1. Qoşmasına vurun sürət məxrəcini. Nə oldu? 13 vurulsun. Köşdə 2 plus 1. Aşağısı da köşdə 2 çıx 1 vurulur. Köşdə 2 plus 1'ə. Məxrəc 1 elədi. Cavabımız elə C variantı. Yer yoxdur, yazdım. Siz Allah başa düşdünüz. Murad, yola versən məni. Valla. Yaxşı. Davam edirik. Növbəti sualımız gəlsin. 23. 20. Əsəbləşməyin aşağılar. 20'ye qədər sual olan var mı? 20. Görək nə deyir? Deyir, radiusu R-ə bərabər olan çevrəyə çəkilmiş toxunanlar arasındakı bucaq 60 dərəcədir. Belə başa düşdüm ki, bir dənə çevrə var. Radiusu R-ə bərabərdir. Və buna 2 dənə toxunan çəkilib. Bu biri. Bu da ikincisi. Bunlar arasındakı bucaq nə qədərdir deyir? 60 dərəcə. Toxunanların kəsmə nöqtəsindən çevrəyə qədər ən qısa məsafəni tapın. Bax, buradan bura qədər məsafəni bizdən soruşurlar. Toxunanların kəsmə nöqtəsindən çevrəyə qədər ən qısa məsafə. İndi uşaqlar, nə idi tövsiyəmiz? Mərkəzi toxunma nöqtəsi ilə birləşdir. Və bura nə yaz? R. Bunu mən birləşdirsəm, onda burada nə olacaq? R olacaq. Uşaqlar, toxunanların kəsmə nöqtəsindən çevrənin mərkəzinə çəkilən xətt həmişə tənbölən idi. İndi bütövi 60 dərəcədirsə, hər birinə nə qalar? 30-30. İndi bax, 30'un qarşısı R'dir. 90'ın qarşısı nə qədər olsun? 2R. Yəni uşaqlar, 2R'imiz X ilə nəyin cəmidir? R'in. Onda buradan X sözü nəyə bərabər oldu? Cavabımız oldu R. Çöldəki sən istəyirdi, cavab oldu R. Bir şey başa düşdünüz? Uşaqlar var ya, deyir ki, müəllim, şəkil çəkməyə ehtiyac yoxdur. Düzdür, Ayıncı xanım? Kimsə deyir, nə əlaqə? Qeybət eləyirdiniz öz arazda. Nərmi xanım? Deyir, nə əlaqə? Həndəsədə bütün suallarda şəkil çəkilməlidir uşaqlar. Yəni, ancaq həllini yazmısansa, bu işdə bir iş axtarmaq lazımdır. Gəlin baxaq bu suala. 23. A nöqtəsindən çevrəyə
2 toxunan çəkilmişdir. A nöqtəsindən çevrənin mərkəzinə qədər məsafə 2. Toxunanlar arasındakı bucağın düz bucaq olduğunu bilərək. Uşaqlar, yenə 14 nömrəli sualda olduğu kimi düz bucaq çəkdim. Sonra bir dənə belə çevrə çəkdim. Çevrə toxunmalıdır yenə. Sonra nə edik aşağılar? 14-cü sualda bayaqlar. Nə danışdıq? Nəyi birləşdirdik? Mərkəzi toxunma nöqtəsi ilə birləşdirdik. Buralar R-R'dir. Bura 90'dır deyə. Buralar da R-R oldu. İndi mənə deyir ki, toxunanların kəsişmə nöqtəsindən çevrənin mərkəzinə qədər məsafə nə qədərdir? 2'dir. R-R'dirsə, onda bura nə qədər olmalıydı aşağılar? R köşdə 2. Yazıram. R köşdə 2 bərabərdir 2'yə. Onda R'in özü nəyə bərabər oldu? 2 böl köşdə 2. Bunu da qoşmasına vurub bölsəz, nə aldınız? Köşdə 2. Radius köşdə 2'dir. Amma məndən soruşur nəyi? Çevrənin uzunluğunu. C bərabərdir 2 pi R. 2 köşdə 2 pi. Cavabımız Y-bəndir. Siz Allah başa düşdünüz. Tamam. Sonra deyin görüm. 21. Baxaq 21'ə. Allah Allah, aman Allah. Görün nə deyir? O nöqtəsi çevrənin mərkəzidir. OD 3'dür. Bu çıxılırsa bura. Bura 3'dür. OS 5'dir. Şuralar OS 5'dirsə, onda bu DS'nin payına qalanı 2. OS ilə AB perpendikulyardır. Bax bura 90 dərəcədirsə, onda bu vətər nə inirdi demişdik? Yarıya bölünürdü. Gəlin hər birinə x yazaq. İndi AB vətərin uzunluğunu soruşur, yəni məndən 2x'i soruşur. Şuralar vətər görəndə neyinin demişdim? Mərkəzlə birləşdirin. Bax, bunu belə birləşdirdim. Nə qədər oldu? Buna nə yazmalıyam? 5. Niyə 5 yazdım? Çünki OS radiusu 3, 2, 5'dirsə, OB də radiusu bu da 5 olacaq. Hətta bu birisini çəksəydim, burada 5 olardı. İndi 5, 3'dürsə, x nə qədər oldu? 4. Onda bu birisi AD də 4 oldu. Bəs AB? Cavab oldu. 8. Aydın oldu mu? Tamam. Bir dənə də sual verin aşağılar. 25. 25'e də baxaq, işarə qoyun, dayanaq orada. Yığışmayın da, izah edeyim, sonra yığışın. Elə bil hamı getdi, bunlar qaldı burada. Yenə bayaqki kimi izah eləyəcəyik, baxın. Bir A nöqtəsindən radiusu 3 olan çevrəyə B və C nöqtələrində toxunan iki düzxət çəkilmişdir. A nöqtəsindən çevrənin mərkəzinə qədər olan məsafə 5'dir. BC parçasının uzunluğunu tapın. Deməli, nə başa düşdüm uşaqlar? Bir dənə çevrədir. Qulaq asırsınızmı? Bir dənə çevrədir. Kənarda bir dənə A nöqtəsi var. Bu A nöqtəsindən çevrəyə 2 dənə toxunan çəkilib. Toxunan da bilirik ki, biri belə idi, biri də aşağıdan belə. İndi bunlarda B və C nöqtəsində
toxunur. Bu arada bildiyimiz nə idi uşaqlar? Bir-birlərinə bərabərdir. İndi radiusu 3'dür. Radiusu 3'dür. Necə göstərin bunu? B ilə onu, O ilə S'ni birləşdirib 90'ları həm də 3'ləri qeyd elədim. İndi məndən nə istəyir? Hə, bir də bir məlumatımız var. A nöqtəsindən çevrənin mərkəzinə qədər məsafə 5'dir. A'dan O'ya qədər məsafə 5'dir. 5 3'dürsə, onda AB'nin payına 4 qalacaq. Məndən də istəyir BC məsafəsini. B'dən C'yə bir dənə hündürlük çəkdi. Ay sol. Bax, bu H'ı necə tapmışlar? Bax, burada D yazıram. H bərabər idi. A vur B bölünsün C. Bölünsün C. Katetləri vurub betonuza bölürdük. Yəni 4 vur 3 böl 5. 2 onda 4 eləyir. 12 böl 5. Onda BC'miz 2 dənə 2 onda 4. 4 tam onda 8. Aydın oldu mu? Tamam.